پیام نیازمند علی بیرو. پنالتی بعدی با امیرحسین حسین زاده است. پنالتی اولش رو گل نکرد، این پنالتی رو چه خواهد کرد؟ امیرحسین حسین زاده. پنالتی ها دوباره از سر گرفته میشه. پشت توپ امیرحسین حسین زاده پنالتی قبلیشو گل نکرد. امیرحسین حسین زاده ضربه‌شو میزنه، اینو گل میکنه. هیجان میده به ورزشگاه. همه ورزشگاه رو براش مهم بود این پنالتیه. عالی میزنه. حالا بیرانوند و حالا کنانی زادگان برای پرسپولیس. ضربه نهاییه. چه پنالتی قشنگی زد عالی زد حسین زاده. کاپیتان پرسپولیس میاد. کاپیتان چه خواهد کرد در کنانی پنالتی زادگان دومش؟ پنالتی دوم خودش رو میزنه. پنالتی اولش گل شد. علی بیرو. کنانی زادگان دومش چی میشه؟ مسافش با بیرانونده. ضربه کنانی زادگان میزنه و میگیره علی بیرو. بالاخره تمام اوج خوشحالی، اوج شادی برای تراکتوریا. 9-8 واقعا این بازی فوق‌العاده بود. عالی بود. رقابت فوق‌العاده بود. واقعا هیچ کی ضربه‌های تبریز رو احساس نمی‌کنه. گرمای بازی، هیجان بازی، شور این تماشاگران رو عجب توپی رو گرفت برای تیمش بیرانوند. واقعا که این دیدار تماشایی بود. جشن پیروزی بر پرسپولیس. تراکتور میره مرحله بعد. تراکتور پرسپولیس رو میبره. شو در ضربات پنالتی شکست بده. عالی ترین بازی تراکتور. خسته نباشید به همه عزیزانی که برای برگزاری این رقابت تلاش کردن. خدا قوت به بازیکن‌های دو تیم که باعث شدن یه بازی فوق‌العاده ببینیم، یه بازی تماشایی ببینیم در جام حذفی فوتبال کشورمون. خیلی ممنونیم بابت همراهیتون. برای شما روزی بهترین ها رو داریم و شما رو به خدا میسپاریم. یا علی، خدا نگهدارتون دوستان. خدا حافظ. اشک‌ها و لبخندها. تراکتور هم فدراسیون، هم داور و هم پرسپولیس رو یک جا میبره. Yadigarım bir qismətilə buradaydı. Uşaqlar qışqırırdılar. Bir daha bir enerjili, məhəbbət eləyəcək, təşviq eləyək və Ustad Azərbaycan mühüm tam məhsulu deyildi. Mühüm Persepolis tutmaq idi. Bərabər bu ittifaq üzveydi. Elhamdülillah. Və arzu muvaffəqiyyət ruh. Mən tuli bu neçəldə məsələn bütün penaltı görməmişdim. Yəni nəhayət 6-7-də qutulmuşdu. Bəli, vaqiqiyyətən. Əvvələn təbrikləyirəm bu oyunu tamamı traktorçulara, Azərbaycançılara, şəhrimizə və məsulin timə. Vaqən 120 dəqiqə bəlavi bir zərəbat, penaltı vaqən پر از اضطراب و استرس و هیجان. واقعیت من burada همکارlarda gördüm ki ta dedim belə yadigarmanın bir qismətilə ta hastaneye səhdə Allah göstərməsin. Vəli Allah çox şükür yaxşı oldu. Ay Yazdanım, mən bir dənə mövrid ehtimalın sonra vaxt olmuyor. Bunu arz edeyim ki, bir nə əgər traktor əvvəldə qol vurdu, dəqiqəyə axırda qol yedi. 2 dənə vaxt izafəni oynadı. Bir vaxt izafəni də kamil bir dənə ixracı ilə oynadı və sonra qeyddi bu cür penaltı vurdu. Hətta əvvəlin penaltımız qola getmədi. Huzuru bu havadar, huzuru bu tamaşaçı bizim tüm əslən enerjidir. Damarda qandı vaqiyyətdə. Mən fəqət bir daha xahişim olacaq ki, baxın bizim indi ligdə də təqribən nisbəti bu tədad oyunlara qabaq ilə 10 imtiyaz
ağzımız var. Bəli. İlləti budur ki, vaqiyyətdə üçün həvadarımız eləyə bilmir stadyumu Şəhid Qasım Süleymanlıda. Andaca gəlsinlər, timi himayət eləsinlər. Bu nə bıcaq, bu həyəcan, bu mərdümin fişarı timi hərifə, mərdümin təşviqi vaqiyyətdə əncizə verir bizim meydan uşaqlarımızı. Müstətini səbzdə o ki dəqiqi 120-də o cür qaçır, o cür təşviq edir. Hala düzdür, özü zəhmət çəkir, özü təlaş edir. Vəli bu lokomotivi hərəkətə salan çox tamaşaçıdır. Ona görə mənim xahişim məhsullarımızdan budur ki, bundan müzə eləyək ki, biz həttəqəl bu tamaşaçıdan məhrum olmayaq. İnşallah. Bir daha da morid vardı ki, ne tamaşaçılara mərz edirəm. Görürsən ki, bəzi indi EFC ittilaya verib, daha cərimə eləyibdir timi. Bəli. Biz səy eləyək, bir işləri görməyək ki, tebqi, besda, qəvanini, komitə inzibatı tamaşaçıdan özümüzü məhrum eləyək. İnşallah. İnşallah tamaşaçımızdan rayət edərlər. Dəstmərizdir. Vaqilə hamısı da fərhənci yuxarını yəni kamilən göstərir. Həmişə bunlar yarı-yarərdir. Müntəha bəzi ləhzələrdə hala ərz edirəm da. Hevihdir bu həvadarı, bu tamaşaçı traktordan alaq və traktor da əgər yaxçı oynur, əgər gözəl oynur, əgər puya futbol oynur, əgər həyəcanlı futbol oynur, bunların hamısının mükəmməli bu həvadarlarımız ki, vaqiyyətdə gəlirlə həmişə yarı-yarərdir. İradetmندم و تصدیق مطالب استاد آذرنیا دوستانımız حتما اونایی که خصوصا ورزشگاه‌ها حضور tapdılar و حتی اونایی که امواج از طریق آنتن şəbəkə baxdılar hamısını təşviq edirik. Bizim böyüklərin zərfiyyətimiz və potansiyelimiz həqiqət mətləb həvadarlardır. Qədrim gülərik və inşallah ki bu qədrim bilmək qətlən təzmin کننده موفقیت تیم تراکتورdur. ممنونم siz dostlarımızdan, همکاران پخش سیما و تمام دوستان ان شاء الله bu fürsətimizin ixtiyarımıza qərar verdik.